Mahsun Kimya kanalından hər birinizə salamlar. Baxacağımız mövzu alkinlər və aromatik karbohidrogenlərin aromatik olan hissəsi, yəni benzolun homoloqlarının quruluşu, alınması və s. olan hissəsidir. Baxacağımız suallar isə videonun açıqlama bölməsində verilmişdir, hansı ki qarşısında videonun hansı hissəsindən başladığı da göstərilmişdir. Sual 11. Sualda nə deyir? Benzol sırası karbohidrogeni verilib. Molekulunda hidrogen atomlarının sayı 2 vurulsun n üstə gəl 1 çıx 6 kimi verilib və molekulunda karbon atomlarının sayı soruşulur. Bu tip suallarda nə edirik? İlk növbədə benzol sırası karbohidrogenlərinin ümumi formulunu yazırıq. CnH2n çıx 6. Burada, yəni normalda hidrogen sayı neçədir? 2n çıx 6-dır. Mən burada olan n-i üzərinə bir işarə qoyaraq fərqləndirsəm, 2n üstü işarə çıx 6 bərabərdir. Bax, burada yazılanı açıram. Yəni, 2n üstə gəl 2 çıx 6. Buradan 2n üstü xət çıx 6 bərabərdir. 2n çıx 4. Daha sonra 2n üstü xət bərabərdir. 2n üstə gəl 2. Bu ikiləri ixtisarləsəm, n üstü xət bərabərdir n plus 1. Düzdürmü? İndi baxın, bu nə deməkdir? Bu o deməkdir ki, normalda formulda yazılan bax bu n, buradakı n üzəri xətlə, yəni tanınma nişanı olan n ilə əvəz olunur. Yəni n artıq n deyil, n plus 1-dir. Sualda da bizdən molekulunda olan karbon atomlarının sayı soruşulur. Cavabımız nə olacaq? N plus 1 olan variant, yəni A variantı. Sual 90. Sualda nə deyir? Karbohidrogen verilmişdir. X və Y karbohidrogeni. Deyir X alifatikdir. Bütün karbon atomlarının hibridləşmə vəziyyəti sp3-dür. Demək X nəymiş? X alkan imiş. Y isə benzol sırası karbohidrogendir və bütün karbon atomlarının hibrid vəziyyəti sp2-dir. Bu nə deməkdir? Əgər benzol sırası karbohidrogeni deyilsə və bütün karbon atomlarının hibrid vəziyyətinin sp2 olduğu deyilirsə, demək bu elə benzolun özüdür. Niyə? Baxın, çünki benzolda bütün karbon atomları sp2-dir. Düzdürmü? Bilirəm ki, bu da sp2-dir, bu da sp2-dir və digərləri də onun kimi sp2-dir. Əgər mən buna hər hansı bir, belə deyim, radikal birləşdirərəmsə, artıq bu radikalda olan sp3-dür. Ancaq bu deyir ki, bütün karbon atomları sp2-dir. Yəni, burada əlavə bir radikal yoxdur. Sadəcə benzolun özü. İndi benzolun özündə neçə dənə karbon var? 6 dənə. Bu o deməkdir ki, n bərabərdir 6. Hər iki birləşmədə n sayı bərabər olduğu üçün elə x-də də n bərabərdir 6 olacaq. Yəni, x nəymiş? X C6H14 imiş. Düzdür? Çünki bu alkan idi, bayaq demişdik. Daha sonra deyir ki, X və Y molekulundakı sigma rabitələrinin fərqini müəyyən edin. Bu sigma rabitələri iki cür tapa bilərəm. Bir, belə hesablaya bilərəm ki, burada olan, yəni bu yazdığım quruluşları açaraq, onda olan sigma rabitələrin sayını hesablayaram, yəni təkqat rabitələrin sayını hesablayaram. Daha sonra bunların fərqini hesablayaram. Və yaxud, heç bu quruluşları yazmaram, nə edərəm? Əgər bunların hər ikisində n, yəni karbon sayı bərabərdirsə, mən bilirəm ki, alkanlarda karbon-karbon arası sigma rabitələrin sayı n çıx 1, karbon-hidrogen arası isə hidrogenlərin sayına bərabərdir. Yəni 2n üstə gəl 2-yə bərabərdir. Bunların cəmi nə edir? Bunların cəmi edir 3n plus 1. Düzdürmü? Bu alkanda olandır. Aromatik karbohidrogenlərdə isə bu necə olacaq? Karbon-karbon arası siklik quruluş olduğu üçün sigma rabitələrin sayı olacaq n. Karbon-hidrogen arası isə hidrogenlərin sayına bərabər olacaq. Yəni 2n çıx 6. Bunların da cəmi eləyir 3n çıx 6. Düzdürmü? İndi 3n plus 1-dən 3n çıx 6-nı çıxsam, bu 3n-lər gedir, yerdə müsbət 1 və mənfi 6 qədər. Yəni 7 qədər fərq qalır. Buna uyğun cavab variantımızda nə olacaq? D variantı. Sual 100. Sualda nə deyilir? Tərkibində eyni sayda karbon atomları olan diyen karbohidrogenləri. Diyen karbohidrogenləri hansılar idi? CnH2n-2, yəni alkadiyenlər idi.
Bu deyən karbohidrogenləri ilə benzolun homoloqlarının molyar kütlələrinin cəmi. Bəs yaxşı, benzolun homoloqları necə yazılırdı? CnH2n-6 şəklində. Deyir ki, indi bununla bunun molyar kütlələrinin cəmi 188-ə bərabərdir. Və bizdən bu birləşmələrin molekullarında neçə karbon atomu olduğunu soruşur. Yəni nəyi soruşur? N-in qiymətini soruşur. Alkadenlərdə ümumi kütlə formulu necədir? Baxın, 14N-2 şəklində. Düzdür? Bəs yaxşı, benzol homoloqlarında necə olacaq? 14N-6 şəklində. İndi mən bununla bunun cəmini 188-ə bərabər edəcəm. 14N-2 üstəgəl 14N-6 bərabərdir 188. Buradan 28N bərabərdir 196. N də bərabərdir 7. Deməli, bu 7-ni gətirib burada qoyacam nəyə? Yerinə. Karbon sayı neçəymiş? 7 imiş. Cavab variantımız da olacaq C variantı. Sual 109. Sualda nə deyilir? Deyilir ki, 1 mol benzolun homoloqunun tam yanmasından alınan karbon qazının kütləsi ilkin karbohidrogenin kütləsindən 276 qram çoxdur. İlk növbədə nə edərəm? İlk növbədə benzolun homoloqunun, yəni belə deyim, benzol sırası karbohidrogenlərin ümumi formulunu yazaram. CnH2n-6. Burada nə qədər karbon var? N qədər. Bu karbohidrogenin yanmasından nə qədər karbon qazanılar? M mol. Düzdürmü? Yanmasından alınan karbon qazının kütləsi, yəni bunun kütləsi nə qədərdir? CO2-nin öz kütləsi 44 qramdır. Bunu N-ə vursam olacaq 44 N qram. Düzdür? Bəs yaxşı, bu karbohidrogen kütləsi nə qədər olacaq? Bu da olacaq 14 N-6 qram. Düzdürmü? Bu da bizə deyir ki, 44 N 14 N-6-dan 276 qram çoxdur. Yəni 44 N bərabərdir 14 N-6 üstəgəl 276. Daha sonra bu tənliyi həll edirəm. Buradan 30 N bərabərdir 270. N bərabərdir 9. Deməli, karbon sayı neçəymiş? 9 imiş. C9H12. Formulu tapdım. Sualda nə soruşulur? Deyilir ki, bu karbohidrogenin molekulunda neçə karbon atomu sp3 hibridləşmə halındadır. Bu əgər benzolun homoloqudursa, əsas fenil radikalını çəkirik. Bura nə birləşib? Bura karbonlar birləşib. Baxın, neçə dənə karbon birləşib? 1, 2, 3. Niyə? Çünki burada 6 karbon var və bizim tapdığımız say isə 9-dur. 9-dan 6 çıxan neçəsi qalır? 3-ü qalır. Burada olan, yəni bu fenil radikalını əmələ gətirən karbonların hamısı sp2-dir. Niyə? Çünki bu benzolun qalığıdır, düzdürmü? Benzolun da hamısı sp2 idi. Ancaq yuxarıda olanlar, yəni bu birləşən propil radikalında olanlar hamısı sp3-dür. Bizdən nə soruşulur? Deyilir ki, bu karbohidrogenin molekulunda neçə karbon atomu sp3 hibrid halındadır. Cavab nə olacaq? Cavab olacaq A variantı 3. Sual 110. Sualda nə deyilir? 4,6 qram toluolu tam yandırmaq üçün lazım olan oksigen neçə mol kalium xloratın termiki parçalanmasından alınır? Baxın, bu sualda bir səhvlik var. Bu səhvlik nədir? Burada termiki sözü yazılıb. Kalium xloratın termiki parçalanmasından oksigen alınmır. Baxın, kalium xlorat iki cür parçalanır. Biri temperatur, yəni termiki, digəri isə katalizatorun iştirakında, yəni katalitik. Bu bizdən bu yuxarıda termikini yazıb və buna uyğun olaraq məsələni aparmamızı istəyir. Baxın, kalium xlor termiki parçalananda alınır. Kalium xlor üstəgəl kalium xlor O4. Amma katalitik parçalananda alınır kalium xlor üstəgəl O2. Yəni bizim əslinə qalsa məsələni aparacağımız həll yolu buna uyğun olmalıydı, yəni katalitikə uyğun olmalıydı. Ancaq burada sualda bizdən termikiyə əsasən soruşulur. O da əslində səhvdir. Sadəcə biz məsələmizi elə öz, belə deyim, yazdığımıza görə kalium xlor cəmsinin O2-yə görə aparacağıq. İndi keçək məsələmizin həllinə. Sualın şərtində nə deyilir? Deyilir ki, 4,6 qram toluolu tam yandırmaq üçün lazım olan oksigen. Biz bilirik ki, bu toluol
benzolun homoloqudur. Yəni yanması zamanı 3n çıx 3 böl 2 qədər oksigen sərf olunacaq. Düzdürmü? İndi buna əsasən Toluoğlu yandıraraq sərf olunan oksigeni tapaq. Baxın, C7H8 üstəgəl necə olacaq? 3 vurulsun 7, çıxılsın 3, bölünmüş 2 qədər oksigen sərf olunacaq. Düzdür? Bu da neçə edir? Bu da edir 9 mol. Düzdür? Yəni 1 mol toluolun yanmasına 9 mol oksigen sərf olunur. Toluolun özü 92 qramdır. Düzdürmü? Bu da deyir ki, 4,6 qramı yanıb. Baxın, 92 qramı yananda 9 mol oksigen sərf olunur. Bəs yaxşı, 4,6-ya nə qədər olacaq? Məsələn, x qədər. X bərabərdir 0,45. Yəni, 4,6 qram toluolun yanmasına 0,45 mol oksigen sərf olunur. Bizim də bayaq yazdığımız hansı ki, katalizator iştirakında o kalium xlor O3-ün parçalanması var idi. Manqan O2-nin təsiri ilə gedir. Alınır buradan kalium xlor, üstə gəl O2. Düzdür. Bunu əmsallaşdıracaq. Bura 2 yazırıq. Bura 2 yazırıq. Bura 3 yazırıq. Yəni 3 mol oksigen alınanda 2 mol duz parçalanır. Bəs yaxşı, 0,45 mola nə qədər parçalanar? Məsələn, y qədər. Buradan da y bərabərdir 0,3. Düzdür. Cavab variantımız nə olacaq? 0,3 mol olan, yəni B variantı. Sual 112. Sualda nə deyilir? Benzolun homoloqunun molekulunda olan birli, ikili və üçlü karbon atomuna birləşən hidrogenlərin sayı verilib və bizdən bu quruluşu, belə deyim, tapmağımız tələb olunur. Bunu necə taparıq? İlk növbədə, əgər bu benzolun homoloqudursa, nəyə baxacam? İkili karbonların sayına baxacam. Çünki bu mənə fenil radikalını verəcək. Baxın, deyir, ikili karbon atomuna birləşən hidrogen atomlarının sayı 5-dir. Bu nə deməkdir? Elə bunun özü fenil radikalıymış. Fenil radikalında quruluş necə idi? Bunların hamısında hidrogen var, bir dənə burada yoxdur. Düzdürmü? Daha sonra nə deyir? Birli karbon atomuna birləşən hidrogen atomlarının sayı. Birli karbon necə olur? CH3 xətt kimi. Əgər burada hidrogen sayı 6-dırsa, demək bundan 2 mol var. Bunu saxladım yaddaşımda. Daha sonra nə deyir? Deyir ki, üçlü karbon atomuna birləşən hidrogenlərin sayı 1-dir. Üçlü karbon atomu necə yazılır? 1, 2, 3. Burada bir dənə karbon. Düzdür? İndi burada neçə dənə hidrogen birləşdi? Bir dənə. Çünki əgər bu hidrogeni mən karbonla əvəz eləsəm, artıq bu üçlü deyil, nə olar? Dörtlü olar. Ancaq mən bunu karbonla əvəz eləmirəm deyə, burada bir dənə hidrogen saxlayıram deyə, bu olur nə? Üçlü. Deməli, bunun bir dənə üçlüsü var. Bu üçlünü yazıram bura. Daha sonra 2 dənə də nəyi var idi? Birlisi var idi. Elə bu da birlidir, bu da birlidir. Düzdürmü? Deməli, 2 dənə birli düzəldi. İndi bunları yazdığım üçün cavab variantında buna uyğun olan variantı seçək. Baxın, cavab variantında qeyd olunub ki, sp2s sigma rabitələrinin sayı. sp2s sigma rabitələri burada olan hidrogen və karbon arası rabitələrdir. Bunların sayı 5-dir. Daha sonra nə deyir? Deyir ki, sp3 sigma rabitə sayı. Bu da burada olan rabitələrdir. Bu neçə dənədir? 2 dənə. 5, 2. 5 və 2-ni tapdım. Daha sonra isə bizdən bu maddənin adı soruşulur. Bu maddənin adı necə olacaq? İzopropil benzol. Yəni C variantı. Sual 127. Sualda nə deyilir? Tərkibində karbonun kütlə payı 90% olan benzolun homoloqunun molekulunda neçə hidrogen atomu var? İlk növbədə benzolun homoloqlarının ümumi formulunu yazaq. CnH2n-6. Burada karbonun kütləsi nə qədərdir? Karbonun öz kütləsi 12 qramdır. Düzdür? N qədər karbon varsa kütləsi olacaq 12 N qədər. Yəni 12 N qram. Düzdürmü? Bəs yaxşı, bunun ümumi kütləsi nə qədər olacaq? Ümumi kütləsi də olacaq 14 N-6 qədər. Bu isə bizə deyir ki, 12 N bölünmüş 14 N-6 vurulsun 100% bərabərdir 90%. İndi nə etməliyəm? Buradakı N-in qiymətini tapıb
Daha sonra şərtdə bizdən istənilən, yəni hidrogenlərin sayını tapmaq üçün burada yerinə qoymalıyam. Belə, indi keçək artıq burada N-in qiymətini tapaq. 100% ilə 90%-i 10-a ixtisar etsəm, burada qalacaq 10, burada qalacaq 9. Düzdür? Necə olacaq? Olacaq 120 N bölünmüş 14 N çıx 6 bərabərdir 9. Daha sonra bunları bir-birinə bərabər edirəm. Yəni 120 N bərabərdir 9 vurulsun 14 N çıx 6. 120 N bərabərdir 126 N çıx 54. Bu 120-ni buraya gətsəm, bu 54-ü də buraya gətsəm, necə olacaq? 6N bərabərdir 54. Deməli, N neçəymiş? N bərabəriymiş 9. Daha sonra bu 9-u gətirib, burada yuxarıda, bax bu N-in yerinə qoyuram. 2 vurulsun 9, çıxılsın 6. O da bərabərdir 18 çıx 6, o dedir 12. Yəni, cavab neymiş? Cavabımız 12 imiş. Sual 128. Sualda nə deyilir? 0,2 mol etilen və 0,2 mol CnH2n-6-dan ibarət qarışığın tam yanmasından 1,2 mol su alınıb. İlk növbədə bunlardan alınan suyun mol sayını yazaq. Etilen C2H4-dür. Düzdür? Bunun 1 mol yananda nə qədər su alınır? 2 mol H2O alınır. Niyə? Çünki baxın 4 dənə hidrogen var. Buradan 4 dənə hidrogen çıxmalıdır. 1-ə 2-dir. Bu nə deyir? Bu da deyir 0,2 mol yanıb. 0,2 mol yanıbsa x qədər su alınır. X bərabərdir nə? 0,2 1-dən 5 dəfə azdırsa, deməli x də 2-dən 5 dəfə az olacaq. Bu deyir 0,4. Ancaq alınan bütün suyun mol sayı 1,2 moldur. Yəni 1,2-dən çıxacam 0,4-ü. Qalacaq nə? 0,8. Bu 0,8 CnH2n-6-dan, yəni 0,2 molundan alınan suyun mol sayıdır. İndi isə nə edəcəm? CnH2n-6-dan nə qədər suyun alındığını yazacağım. CnH2n-6-dan nə qədər su alınır? N-3 qədər H2O alınır. Düzdür? Deyir ki, bunun 0,2 molundan bizim bayaq tapdığımız qiymət qədər, yəni 0,8 qədər su alınıb. Bəs yaxşı, bunun 1 molundan nə qədər alınır? 1 molundan da tutaq ki, Y qədər alınıb. Buradan Y neçə edər? Baxın, 1 0,2-dən 5 dəfə çoxdur. Deməli, Y-də 0,8-dən 5 dəfə çox olacaq. O da edəcək 4 mol. Deməli, Y neçə imiş? Y 4 imiş. Daha sonra nə deyir? Deyir ki, molekulundakı karbonların sayını tap. Baxın, buradan nə qədər su alındı? 4 mol. 4 mol N-3-dən alınan suyun mol sayıdır. Yəni N-3 bərabərdir 4. Düzdür? N neçəymiş? N bərabərdir 7. Biz də bilirik ki, bu N elə bu N-dir də, düzdürmü? Qoyuram yerinə. Karbon sayı neçəymiş? 7 imiş. Cavab olacaq 7. Beləliklə gəldik, çatdıq artıq videomuzun sonuna. Əgər siz də bizimlə hazırlaşmaq istəyirsinizsə, yuxarıda göstərdiyimiz nömrəyə və yaxud Masum Kimya Instagram hesabının direkt bölməsindən bizə yaza bilərsiniz. Hələlik görüşənədək. Sağ olun.